Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bugün ən çox eşitdiyimiz, amma çox zaman yanlış anladığımız bir mövzu haqqında danışacağıq. Narsistlər və narsistik şəxsiyyət pozuntusu haqqında. Özünü çox sevən insanlara narsistlər deyirik. Məsələn, bu egodur, yoxsa həqiqətən narsistlikdir? Bu sualların hər birini psixiatr Əziz Mustafayevlə birlikdə müzakirə edəcəyik. Xoş gəlmisiniz, doktor. Hoş geldik. Doktor, narsistlər kimlərdir? Əgər pozuntudan danışırıqsa, empati qabiliyyəti zəif olan, yəni insanları anlamayan, insanların ehtiyaclarını anlamayan, tənqidə qarşı aşırı həssas, yəni tənqid onlar üçün yüksək qıcıq mənbəyidir. Aşırı bəyənilməyə heyranlıq ehtiyacı olan ki, ətraf onları bəyənsin, tərif etsin, heyran olsun onlara. Və ən əsas məqam da qrandiozluq, yəni olduğundan və reallıqdan çox daha artıq özünü göstərmək, yəni bacarıqların, imkanların, istedadların, əlaqələrin və bu davranırdır. Və bu hər vəziyyətdə özünü göstərir. Bəs özünü sevən insan narsist adlana bilər? Əlbəttə ki, yox. Zaten özünü sevmək psixi sağlamlığın önəmli əlamətidir və əslində məhz başqalarını sevmək üçün ilk növbədə insan özünü sevməyi bacarmalıdır. Bu arada bu önəmli bir məqamdır münasibətlər üzərindən də. Yəni başqasını özündən artıq sevmək çox da sağlam hal deyil. Narsistin problemi özünü sevməsində deyil əslində, kənardan belə görünsə də. Onun problemi odur ki, o özünü sevməsi onu doyurmur. Yəni o sevgi hissi, yəni nə qədər uğur qazansa da, nailiyyət əldə etmək istəsə də, yenə içəridə bir boşluğu var və eyni zamanda o özün ətrafdakılardan daha üstün sayır. Yəni normalda necədir? Mən özümü sevirəm, amma qarşıdakı insanların da real bacarıq və dəyərlərini hörmət edirəm. Yəni birisi məndən nəyisə yaxşı bacarırsa, mən bunu okey baxıram, çünki heç bir insan hər şeydə ən yaxşı ola bilməz. Amma narsist bunu bacarmır və eyni zamanda narsistin təsvir etdiyi o bacarıqlar reallıqda yoxdur. Yəni aya misal üçün 500 manat pul qazanır, adam milyon qazanmaqdan dəm edəcək. Adamın heç kimi tanımır, amma göstərəcək ki, naziri tanıyıram, kimisə tanıyıram, nə bilim o super zəngin kimisincə tanıyıram. Ölkədən xarici çıxmayıbsa, elə danışacaq ki, az qara bütün dünyanın ölkələrinin yarısında olub, bütün qapılar buna açıldı. Yəni reallıqdan olmayan böyük gözləntilər var və bu gözləntilər üzərində də bir boşluq var. Yəni bu yol yoxdur gözləntilərə qarşı. Anladım. Narsist insanlar empatiya qura bilir bəs? Yox, bu əslində əsas əlamətlərdən biridir. Yox deməyək, zəif qururlar. Yəni və bu onların önəmli problemlərindən biridir. Və bu problem üzərindən məhz onlar həm şəxsi həyatda, həm iş həyatında ciddi şəxsiyyətlər arası problem yaşayırlar. Zaten narsistik şəxsiyyət pozuntusu B klasslı şəxsiyyət pozuntuları sırasından sayılır. Yəni əsas əlaməti insanlar arası münasibət və bunun nəticəsində münasibətin pozulması və bunun nəticəsində konfliktlərin olmasından özünü göstərən bir qrup şəxsiyyət pozuntuları var. Bir də narsistik şəxsiyyət pozuntusudur. Narsistlər münasibətləri necə olur bəs? Narsistlərin istənilən münasibəti bu bir tərəfi yola bənzəyəcək. Yəni o hər zaman özünün önəmini artıracaq, qarşı tərəf isə onun məhz ehtiyacdan ödəməyə xidmət edir. Yəni bu qarşılıqlı deyil, yəni iki tərəfi yol olmayacaq. Və ya iki tərəfi yol olacaq, amma düşünün ki, yəni yolun bir tərəfindən 5 avtomobil keçir, birindən bir. Yəni o həmişə özünün maraqlarını qat-qat daha üstün tutur və qarşı tərəfin ehtiyaclarını anlamır, anlamaq çox istəmir və bunun nəticəsində istənilən onun münasibəti həqiqi olmayacaq. Ya bu konfliktlərlə olacaq, ya qısa müddətli olacaq və ya onun münasibətli olduğu insanın müəyyən bir patologiyası olacaq ki, narsistdən yola getsin. Yəni sağlam insan narsistdən yola getməsi əziyyət olacaq, çünki sağlam insanın sağlam sərhədləri olacaq. Yəni narsist insan əgər səni həqiqətən istəyirsə, səni incitməməlidir, doğrudurmu? Yoxsa narsistlərdə belə bir şey var ki, öz çıxarlarına görə sevirlər səni və bir yerdə oxumuşdum, deyir narsistlər səni deyil, səndən gələn faydanı sevirlər. Belə demək olar, amma əslində
izahlar çox səthi olacaq, çünki şəxsiyyət çox mürəkkəb anlayır. Yəni narsistin də həqiqi bir sevgisi olacaq, amma o sevgi özü də həmin şəxsiyyətin problemi üzərində sağlam olmayacaq. Məsələn, narsistik şəxsiyyət pozuntusu olan insan övladını sevəcəkmi? Əlbəttə, amma övladını sevməsi belə, yəni həmin o narsistliyin bir belə kölgəsindən örtüldüyü üçün uşağa verdiyi sevgi sağlam olmayacaq. Yəni bəzi yerlərdə aşırı uşağın özgüvəni böyüdəcək, əksinə bəzən aşırı şəkildə tənqid edəcək. Yəni bir özünü böyük gözləntirən uşaq üzərinə də yansıdacaq. Və ona görə də yəni o hər bir vəziyyətdə bunu göstərən sevgi var. Sevə də bilər, amma bu sevginin özü belə sağlam olmayacaq böyük ehtimalla. Anladım. Narsistik xüsusiyyətləri olan insanlara bunlar genetik keçir? Genetik faktoru var, amma genetikdən daha çox məhz tərbiyə və mühit faktorlarının üstünlüyü daha çoxdur. Və burada bir neçə hissəyə bölmürlər. Əlbəttə ki, məhz öncədən valideynin özündə narsistik kişilik bir özəllikləri, şəxsiyyət özəllikləri varsa və ümumiyyətlə hansı ciddi şəxsiyyət özəllikləri varsa. İkinci qrup məhz valideynlərin tərbiyə tipinə və bu Azərbaycanda təəssüf olsun ki, çox olan bir məqamdır. Biz uşaqlara qarşı ya aşırı tənqidçi olan valideynlər çoxdur və ya aşırı əzizləyən, yəni uşağı o sərhədlər qoymayan. Eyni zamanda da valideynin biri aşırı tənqidçi, digəri aşırı əzizləyən olsa da eyni uşağın həmin o sağlam özgüvəni, sərhədləri və şəxsiyyəti formalaşmayacaq və o dünyanı izah edə bilməyəcək. Və narsistlərin də əsas problemi budur. Yəni ona bu uyğun dünyanın izahı həm örnək olaraq, həm izah olaraq verilmir və bunun üzərindən də onun dünyaya baxışı adətən nailiyyət üzərindən olacaq. Məsələn, çünki valideyn əgər çox tənqidçidirsə və ya əgər valideyn həmişə onu əzizləyirsə, həmişə istədiyi olursa, o düşünəcək ki, ətrafda belə olmalıdır, həmişə mənim istədiyim olmalıdır. Və bunun nəticəsində həmin o insanın şəxsiyyəti belə olacaq və övladına qarşı da bənzər davranış sərgiləyəcək və nəticədə onun övladında da bir problem olma ehtimalı daha çoxdur. Və bir önəmli məqam, narsistlər heç vaxt şəxsiyyət problemi üzərindən həkimə müraciət etmirlər. Əsas müraciət səbəbləri adətən məhz depressiyadır. Çünki gözləntilər çoxdur. Dünya bunu qarşılamır və əlbəttə qarşılaya bilməz, çünki real deyil bu gözləntilər və bunun üzərindən depressiyadan səbəbindən müraciət edirlər adətən. Bəs müraciət edən narsistlərə diaqnoz qoyulduqda ki, səndə narsistik kişilik pozukluğu var, bunlar onu qəbul edirmi? Nəzərə alsaq ki, yəni psixoz halı olmadığı üçün tənqidləri yerində olmalıdır. Amma şəxsiyyət özəllikləri olduğu üçün buna müqavimət göstərəcəklər. Amma istənilən halda bir həkimin, hətta psixiatr ümumiyyətlə həkimin önəmli məqsədlərindən biri qarşıdakı pasiyentin şəxsiyyət tipini anlamaqdır. Və bu çox önəmlidir. Xüsusilə də bizim toplumlarda biraz bu şəxsiyyət özəllikləri qabalıq insanlar çoxdur. Məhz dediyim kimi tərbiyə üsullarımıza görə və İzah əlbəttə ki, verilir və bu yumşaq tərzdə, yəni tənqidsiz, təhqirsiz, yəni bunun bir pozuntu olduğu üzərindən və hansı şərtlərdə problem yaratdığı üzərindən. İstənilən halda psixiatra çıxmış bir insanın problemi var, yəni əsasda depressiya və depressiyanın kök əlaməti üzərindən bu olmalıdır və adətən də artıq dəfələrlə müalicə almış bir tipdə ola bilirlər. Yəni artıq 10 ildir, 5 ildir gəzir həkimləri və həmin o istədiyi effekti almır. Niyə almır? Çünki altda yatan məsələn şəxsiyyət pozuntusu aşkarlanmır və pasient bundan işləmir. Bəs ailələri tərəfindən fərqinə varılan ki, bu insanda narsistik pozuntu var, bir şəkildə razı salıb onu psixiatra gətirirlər. Adətən yox. Daha çox bunu sezənlər əslində ya valideynin biri olur və ya valideynin olmur. Çünki daha yuxarı yaşlardan olan diaqnozdur. Yəni 18-dən sonra adətən şəxsiyyət pozuntusu diaqnozu təyin edəcəyik. Daha çox bunu məhz iş yoldaşları, dostlar və ya həyat yoldaşları sezəcək. Yəni iki böyük insan münasibətində. Çünki zaten böyük ehtimalla narsistik insanın valideynlərin özlərinin də bir yanlışları olduğu üçün də narsistik bu səviyyədə olacaq. Yəni dediyim kimi qarşı tərəf siz bildirdiniz ki, hansısa yəni
münasibətdə olduğu insan bunun fərqinə vara bilər, iş yoldaşı fərqinə vara bilər. Yəni bir şəkildə bu insanı psixiatra gətirdilərsə, o yəni elə bir təcrübənizdə pasiyent olubmu ki, o şəkildə gəlsin və problemi qəbul eləsin, dərman müalicəsi və yaxud da terapevtik müalicəni qəbul etsin, düzəlmək üçün hansısa bir addımlar atsın. Məhz narsistik adına əlbəttə ki, gəlməyəcəklər. Yəni çünki qabaqlıq narsistik şəxsiyyət pozuntusu olan insan zaten özündə problemi sezmir adətən. Daha çox başqa pozuntu üzərindən gələcək. Depressiya, yuxu pozuntusu, əhvaldan sıxıntı, aqressiya sıxıntısı, təşviş sıxıntısı. Yəni o narsistik şəxsiyyət pozuntusunun da o cümlədən yaratdığı ikinci bir pozuntudan müraciət edəcək və ya yaxının tövsiyəsindən. Adətən də məhz onların üzərinə bu tip məqamla gəldikcə daha da onlar bu problemin özündə olmadığını daha da qabardaraq bundan qaçınacaqlar. Çünki bunu sezmək adətən mümkün olmur. Ona görə şəxsiyyət pozuntusudur. Bəs münasibətlərdə necə uzaq durmaq lazımdır narsist birindən və yaxud da çox sevirsə, amma qarşısındakı insan narsistdirsə, bunu həll etmək istəyirsə, nə etməlidir? Narsistliyin bir çarəsi varmı, sağalırmı? Sağalma deməyəcəyik, çünki narsistik şəxsiyyət pozuntusu bu xəstəlik deyil. Bu şəxsiyyətin pozuntusudur. Yəni şəxsiyyətin bəzi özəlliklərinin razı olandan daha qabarıq olmasıdır. Bəzi özəlliklərinin isə normadan daha zəif olmasıdır. Və bu uzun müddətli şəxsiyyət inkişafına formalaşan bir şeydir. Yəni bu sonradan bir stres faktoru anla əmələ gəlmir, bir prosesdir. Və bunun o prosesin həlli üçün də istifadə olunan üsullar üstə olan problemlər üçün dərmandır. Depressiyasının, aqressiyasının, yuxu pozuntusu üçün. Şəxsiyyət pozuntusu özləri üçün isə müxtəlif psixoterapiya üsullarıdır. Yəni bu kognitiv davranış terapiyası olacaq, bu sxematerapiya olacaq, bu dinamik terapiya olacaq ki, həmin o şəxsiyyətin effektiv olmayan yönləri üzərindən işlənilsin, onun gözlənmələri dəyişilsin. Amma bu uzun müddətli prosesdir və təəssüf olsun ki, narsistlər müalicəyə ən az yatkın pasiyent qruplarından biridirlər. Hətta özlərinin daxil olduğu B klasterinin daxilində belə. Çünki məsələn o özünün o problemin sezmə hissiyatları çox zəif olur. Çünki o hər zaman o dayanıqlı bir o grandiozluq, uğurlu olmaq, tənqidə həssaslıq olduğu üçün onlar həkimlərdə belə dəyişəcəklər. Yəni çünki əgər həkim onun hansısa bir məqamda xoşuna gəlməyəcəksə, yəni onun istədiyi kimi olmayacaqsa həkim, halbuki də həkim əlbəttə ki, onun istədiyi kimi ola bilməz. Həkimin məqsədi reallığı göstərməkdir. O həkimdən qaçmağa çalışacaq və özünün o gözləntisi üzərində həkimi tapmağa çalışacaq. Love bombing nədir və narsistlər bunu necə idarə edir? Əslində love bombing dediyimiz hal, yəni bir sevgi bombardımanıdır. Yəni insan yeni münasibət qurur və bu yeniliyinə baxmayaraq böyük miqdarda bir sevgi mesajı və sevgi belə deyək də qayğı sevgi əlamətləri verir, hədiyyəsi verir, görüşə dəvət edəcək, müxtəlif şeir yazacaq mahnı. Yəni və bu önəmli məqam bu real münasibət sürətindən qat-qat daha çox olacaq. Məsələn, 3 dəfə görüşləri olub artıq sənin üçün darıxıram, sənsiz qala bilmirəm. Yəni sürəkli bir böyük bir hədiyyələr. Yəni burada hətta deyərdim ki, bu sosial şəbəkələrin əmələ gəlməsindən bunu sezmək olur. Yəni görüntü üçün olan sevgi münasibətləri. Yəni də o hamıdan böyük bir gül buketi, hamıdan böyük bir oyuncaq hədiyyəsi, bir bahalı restoran gəzinti və bunun da hamıya göstərilməsi əslində bu da bir narsistik örnəyidir. Həm edənin, həm də əgər birisinin buna ehtiyacı varsa, yəni ki, mənə bir böyük buket verilsin, qadındırsa və ya kişidirsə, mənim hər zaman istədiyimi olsun, yəni adam mənlə yaşasın, bu da faktik bir narsistikdir, bir özəllikdir. Ona görə də burada önəmli məqam məhz budur ki, yəni sürət var da, yəni münasibətlər tədricən inkişaf edir. Yəni bir insanı tanımırsa, sonra salam, sonra tanıyırsa, sonra bir proses gedir. Yəni bu prosesdir. Bir tanıma prosesidir o cümlədə və o cümlədən də insanların yanlışlarının uzlaşmasıdır. Çünki iki insanın özünün hər birinin də yanlışı var və münasibətlərdə bu özünü göstərəcək. Və münasibətlərin möhkəmliyi həmin bu yanlışlar üzərindən olur. Burada önəmli məqamlardan biri test kimi
insanın qarşılıqlarını insan ehtiyaclarını qarşılamamalıdır. Yəni ona yox deməkdir. Və bu önəmli bir testdir. Yəni yox eşitməyə bacarmayan insanların böyük ehtimalən bir şəxsiyyət patologiyası olacaq. Yəni bu gün səninlə görüşə bilmirəm, indi sənə cavab verməyə uyğun deyiləm, ehtiyaclarım var, bir müddət onunla hətta bir susqun olmaq və buna insanın verdiyi qarşılıq. Yəni sağlam halda necə olmalıdır? Yəni insan maraqlanacaq ki, nə problemin var, nəsə olur. Və deyirsən, okey, iş güc, nəsə hər hansı bir xəstəlik, okey deyir ki, nəsə ehtiyacın olursa kömək edəcəm, amma üstünə gəlmir. Amma yox, bu tərzdə deyil. Sənin davamlı bir ehtiyac var ki, yox, sən niyə məni axtarmırsan və ya o da həmin insan küsür ki, yox, məni axtarmırsan və küsür ümumiyyətlə səninlə danışmırsa, yazışmırsa, yəni özünün önəmin daha böyüdür. Halbuki də münasibətlərdə hər iki tərəfin bir sıxıntısı ola bilər. Hər iki insan bu arada tükənə bilər. Münasibətlər heç vaxt eyni dərəcədə davam etmir. Yəni ən sevdiyin övladından da valideyn yorula bilər. Ən sevdiyi işindən də tükənə bilər və ən sevdiyi həyat yoldaşından da bir dönəm bir küskünlük ola bilər və ya ümumiyyətlə tükənə bilər. Niyə insanlıq, yəni xüsusilə əgər emosional bağlardan söhbət gedirsə. Narsistlər üçün bu çox çətindir, yəni adətən də mümkünsüzdür. Yəni onun ehtiyacı mənəm. Mən və sonra və o sonraki olanlar da o mənə xidmət eləməlidir. Bu filmlərdəki bir o bütlər olur, bütə ibadət eləməyə şeyinə bənzəyirdi. Yəni insan üstədir, həmin o büt kimi və digər insanlar məhz onun o necə olduğuna baxıb wow eləməlidir. Wow səndən yoxdur, wow sən hamıdan yaxşısan, gözəlsən, filansan və əslində həmin də bu məqam çox önəmlidir. Bu hiss olunur adətən. Doktor, baxın, əsasən love bombing eləyən bizdə qarşı tərəfdə, yəni oğlanlar olur. Qızlar da bu münasibətin başlanğıcında bunu gördükləri üçün birdən-birə tamamilə bu, yəni siz dediyiniz kimi hədiyyələrin, zənglərin, mesajların arası kəsilir. Və bunu görəndən sonra avtomatik olaraq bir sual işarəsi yaranır və bunu sorğulamağa başlayırlar. Bəs burada sorun narsist olan tərəf qadınlar olur, yoxsa kişilər? Yəni əslində təsvir etdiyiniz kişilərdə olan bir məqamdır. Yəni əgər davranır, yəni kim edirsə onun problemidir. Əlbəttə ki, love bombingi hər zaman tək narsist eləmir, yəni çox problemi olan insanlar edəcək. Və ya ümumiyyətlə ciddi bir şəxsiyyət patologiyası olmayıb, sadəcə ünsiyyət bacarıqları zəif olan insan edəcək. Hətta bu bəzən autistik bir insan belə ola bilər, çünki bir coping skill kimi götürür ki, belə eləmək lazımdır. Məsələn, atasından görür. Amma adam insanları çox anlamadığı üçün bunu bir şablon kimi edir. Yəni çünki özündən bu çox gəlmir. Burada önəmli məqam nədir? Bunun ən böyük problemi bu Pavlovun ikinci siqnal sistemi var idi də, yəni bizə bir şeyi təkrar edəndə müəyyən vaxtdan sonra bizdə bir refleks əmələ gəlir, yəni cavab. Yəni o Pavlovda bu itlər üzərində aparılan təcrübə idi, yəni zəng gəlir və hər dəfə itə yemək verilir. 2 həftədən sonra məsələn zəng gələndə itə yemək vermirsən, amma itin yenə də o reaksiyası oldu, yəni tüpürcəyi filan gəlir ki, yemək olacaq. Bizdə də bənzər bir şey olur. Bütün canlılarda bu var. Yəni bir şey təkrarlanırsa, biz buna başlayırıq cavab verməyə. Və yığışandan sonra da bu cavab reaksiyası bizdə qalır bir müddət, bəzən uzun müddət. Xüsusilə də əgər burada o dalğalanmalardan gedəndə söhbət isə bu bizdə bir problem yarada bilir. Xüsusilə əgər qarşı tərəfində, yəni xanımdan söhbət gedir, onun da bir şəxsiyyət özəllikləri varsa, adətən nevrotik özəlliklər və ya evdə çox sevilməyib, atası tərəfindən çox sevilməyib, yəni adamın şəxsi sərhədləri və sevgi anlayışı formalaşmayıbsa, həmin o love bombing onda belə bir şey mənə gəldi. Məni sevirlər, bir də mən yığışır və qarşı həmin o xanım istəyəcək ki, bunu geri qaytarsın. Niyə? Çünki xoş bir şey idi. Sənə həmişə nəsə bir hədiyyə olunur, filan olunur, nəsə də bir sən önəmlisən. Və sonradan bunu qaytarmaq istəyir və buna görə də başlayır yenə qarşı tərəfə axtarmağa və burada başlayır iki patoloji durumda olan insan münasibətləri. Biri həmin o nevrotik halına görə bunu eləyir. Narsist də bundan şeydir ki, məni axtarırlar və başlayır dalğalanmağa. İtir, əmələ gəlir, mükafat alır, mükafatı əlindən alınır və həmin o mükafatı geri qaytarmaq üçün yenə ünsiyyəti bərpa edir. Və bu münasibətlər səviyyəsində ola bilər, bu ailə
yəni artıq nikahdan sonraki münasibət kimi ola bilər ki, yəni boşanım, boşanmayım, boşanım, boşanmayım. Bu dostlar üzərində ola bilər ki, ünsiyyət edim, etməyim, amma burada şəxsi sərhədlər yoxdursa insanın sağlam. Sən bu tərəfdə ilişib qalacaqsan. Burada ən önəmli məqam insanın bu mənə uyğun deyil deməsidir. Yəni insan nə qədər bunu etməyə bacarırsa, yəni dünyanı daha sadə anlayırsa sözün yaxşı mənasında. Yəni qarşıdakı bir şey çox yaxşı ola bilər. Amma bu mənə uyğun deyil. Məsələn, götürək məsələsini, Mercedes şirkəti çox yaxşı avtomobil şirkətidir. Amma mən Mercedes xoşlamıram və ümumiyyətlə avtomobili idarə etməyi sevmirəm. Bunun anlanılması və bunun üzərindən yaşamağı bacarmaq insan üçün çox önəmlidir. Eyni bu uğura da aiddir. Məsələn, bir insan ola bilər ki, onun uğur ehtiyacı çox yoxdur. Onun ehtiyacı yoxdur ki, o hər zaman səhnələrdə çıxış eləsin, hər zaman əzizlənsin. Problemdir mi? Yox. İnsan bunu anlayırsa və bunun ona bir ciddi ziyanı yoxdursa, onun üçün bir sıxıntı olmayacaq. Və bir də bir önəmli məqam sərhədlərin bilinməməsidir. Yəni, narsistlər həm şəxsi, həm iş həyatında bacarıqlarının və ehtiyaclarının sərhədini anlamırlar. Yəni, hər sahədə hamıdan yaxşı bilirəm, o söz var, mən həkimdən çox bilməm. Yəni, bunun özü belə bir davranış ola bilər. Və ya mən uşağım üçün nəyin daha yaxşı olacağını bilirəm. Yəni, uşağı düşündən yoxdur. Uşağın da 20 yaşı var, yəni uşaq da deyil. Yəni, haqlı olmaq, hər zaman haqlı olmaq və başqasının səndən daha artıq bilgiyə sahib olacağını qəbul etməməkdir. Ona görə də mütləq belə bir lobbon bir hallarını bir sual vermək lazımdır. Axı, belə sürətdə olmalı deyil. Yəni, sənin bir insana məsafən olmalıdır və ümumiyyətlə yetişmiş insanın həyatında vaxtı çox deyil, çünki öhdəliklərimiz çoxdur. Yəni, münasibət var, amma iş həyatı var, valideynlər var, qardaş bacı var, övladlar var, hobbilərin var, idmanın var, musiqin var, istirahət ehtiyacın var. Yəni, sənin şəxsi həyata ehtiyacın var, şəxsi, yəni fərdi. Əgər bunu hörmət edən yox və səni sürəkli axtarırlarsa, burada bir şeylər yolunda deyil. Əslində hətta deyərdim ki, bu narsistlər üçün bu xas olan bir şeydir. O ideallaşdırma, özünü və qarşı tərəfi gözdən salma və əksinə özünü gözdən salma, hətta bir mənfi narsistlik və qarşıdakını böyütmə. Yəni hər zaman bir təzad var. Hər zaman bir böyük bir hündürlük fərqi var deyək. Doktor, mən love bombing deyəndə əslində bir nümunə gətirmək istəyirəm bununla bağlı və sizin yanaşmanız mənə çox maraqlıdır. Tanıdığım bir rəfiqəm ilk öncə sevgilisi tərəfindən love bombing oldu. Yəni çox gözəl hədiyyələr, xoş sözlər, 7-24 maraqlanma, yəni bu tip situasiyalarla qarşılaşdı və nişan tarixi bəlli oldu. Nişan üçün hər şey alınıb. 5 gün sonra nişan olacaq. Oğlan bildiyiniz etdiyi hər şeyi geri çəkdi. Tamamilə mesajlara 5 saat sonra geri dönüş etmə, zənglərə cavab verməmə və bundan sonra onun üzərindən dalaşırdı ki, sən məni başa düşmürsən, mənim işim var, mən hazırda sənə vaxt ayıra bilmirəm. Amma yəni love bombing etdiyi zamanda da həmin işdə çalışırdı. Burada bir məncə önəmli məqam nədən ibarətdir? Yəni mən tez-tez gördüyüm bir məqamdır ki, yəni qarşı tərəf ittiham olunur ki, narsistdir. Bu ola bilər əlbəttə ki, yəni nəzərə alsaq ki, ümumi dünya ailəsinin 6%-də kimisindən narsistik bir özəlliklər ehtimal olunur, yəni statistik olaraq. Yəni elə də az rəqəm deyil. Bu önəmli məqam nədən ibarətdir? Həmin insanın özünün, yəni həm sizin rəfiqəniz misalında özünün münasibət gözləntiləri və şəxsi sərhəd gözləntiləridir. Yəni, bayaq qeyd etdiyim kimi, bu mənə uyğundur, bu mənə uyğun deyil. Çünki iki insan arası münasibət çox mürəkkəb bir dinamikadır. Yəni, biz bilmirik, hətta ən yaxın rəfiqəsiniz olsanız belə ki, onların arasında nə baş verir və hətta bəzən insan özü tam anlamaya bilər. Burada önəmli məqam nədir? Bir şeyi anlamırsansa və Azərbaycanın biraz radikallıq vardır, yəni dərhal ayrılmaq falan yox, pauzaya qoymaq. Sən nişan vaxtını dəyişmək olar. 1 ay sonrasına, 3 ay sonrasına ki, bir düşünək, mən də düşünməliyəm, okey, sənin vaxtını mən də biraz istəyirəm ki, düşünüm. Yəni, tələsməmək. Çünki bu önəmli məqamdır. Tez-tez gördüyüm bir durumdur. Nişan yox, hətta toya qədər belə olur və burada hər iki tərəf bunu ciddi düşünməlidir. Çünki
okey, toy vaxtı hətta təyin olunan bir insan olub ki, pasient və ya pasient qarşı tərəfin problemi olub və tolerant olunub. Burada ayıb bir şey yoxdur. Bizim bu mentalitet artıq problem yaradır və o zümmədən toydan sonra da yəni insanın əgər problemləri varsa və münasibətlər sağlam yöndə deyilsə və bir şeylər də dəyişmirsə, burada pauzaya qoymaq önəmli məqamıdır ki, qərar verilsin, ayrılmama, birgə ailə psixoloquna getmək, psixoterapevtə getmək, psixiatra getmək, amma önəmli məqam. Əgər bir şeylər sənə uyğun tərzdə getmirsə, bunu pauzaya qoyacaqsan, münasibətlər üzərində bunun bir önəmli məqamını necə deyərdim, hətta ümumiyyətlə narsistlər üzərindən yox. Əgər sürək bir tərəf o birini günahlandırırsa, yəni bu çox xoşa gəlməyən bir əlamət, yəni qarşı tərəf sizi sürekli bir şeylər üzərindən bir müzakirə edirsə, sizi günahkar çıxarırsa, davamlı tənqid edirsən, sən pissən, sən günahsarsan, məsuliyyətlisən filan, bu belə deyil, bir qırmızı bayraqdır ki, biraz ehtiyatlı olmaq lazımdır. Qaç yox, amma ən azından bir dur, bir düşün. Çünki qarşı tərəf bunu anlamadan edə bilər və bəzən yəni hər zaman ağır bir problem olmaya bilər, özünün sıxıntıları olur, amma bu mənə uyğundurmu, uyğun deyil. Çünki münasibətlər dediyimiz bir şey, yəni ailə. Bu, iki böyük insanın münasibəti olmalıdır. Kimsə dartmalı deyil. Nə anlamda? Qayğı başqa. Yəni, çətin günlərdə xəstə olur, qadın hamilədir, kişi xəstədir, yəni, bu ola bilər də, yəni, və hətta olmalıdır. Amma bir də var ki, yəni, qarşı tərəf gözlənti olaraq biri o birinin idarə gözləyir və tabiçilik gözləyir. Yəni, qadın gözləyir ki, heç dükana da gedib alış-veriş eləməyəcək. Kişi də gözləyir ki, qadın öl deyəndə öləcək, tam anası belə gələndə bundan icazə alacaq, evdən bayıra çıxanda da icazə alacaq və bu bizdə elə də az yanmış hal deyil və bu ciddi patologiyadır və buna o cümlədə ailələr də dəstək olur. Yəni ailələr öz övladının problemini görməzdən gəlirlər və qarşı tərəfi də bədbəxtdir. Əslində öz övladın da, çünki problemi görürsənsə və bunu gizlətməyə çalışırsa, sən ziyan verirsən. Çünki bu bir yerdə patlayacaq. Ona görə də burada önəmli məqam bir şeyə anlamırsansa və ya xoşuna gəlmirsə, ən azından ayrılmaq filan bir pauza elə. Gör nə olacaq. Çünki bu pauza çox önəmli məqamdır və qeyd etdim ki, münasibətlər həmişə iki tərəflidir. Yəni, bir tərəf həmişə o birini axtarmalı deyil. Və bunu kişi qadına vermək də düz deyil. Yəni bu ikinci tərəf burada önəmli məqam var. Həqiqətən də tez-tez anlamama olur. Yəni məsəl üçün bir tərəf işləyir, işləmir yaş fərqinə görə və dəyişən şərtlərə bunu da müzakirə etmək lazımdır. Həqiqətən olur və hisslərin ifadə tərzi var da. Məsələn, kişilər adətən çox hisslərin ifadə edən tip deyirlər. Yəni xüsusilə xanımlar, yəni dostuna deyəcəyi və bizim ümumiyyətlə şəxsi münasibətlərdə biz problem bölüşə bilmirik. Biz ya deyinirik, ya şikayət edirik. Amma problem bölüşmək ki, məsəl üçün ki, mənim balalar işlərim qarışırdı, ona görə biraz sakitəm də. Yəni, bunu necə qəbul edəcək? Adətən heç qəbul etmirlər. Ona görə biraz mürəkkəb bir məqamdır, fərdi dəyərləndirilməlidir. Amma əgər yaşadığımız durum xoşunuza gəlmirsə, mütləq bir pauza eləyin ki, görüm nə olur. Yəni o belə deyək, o suyun qarışıq vaxtıdır, su çöksün o qarışıqlığı ki, aydınlaşsın vəziyyət ki, görəsiz nə baş verir. Çünki belə pauza əslində çox faydalı olur. Yəni ki, nədir qarşılıqlar, nədir gözlənti və nədir problem. Çünki o münasibətlərin sürətli vaxtında, hətta o kiçik barışmalarla belə sən ilişib qala bilərsən həmin o Pavlovun ikinci siqnal sistemi kimi mükafat cəzanla. Amma burada pauza verirsən, uzaqdan bir baxın. Kənara çəkilim, görüm nə baş verir. Görüm bu mənə qane edirmi? Çünki münasibətlər dediyimiz bir şey, nikah, bu çətin günlərin də bir prosesidir. Yəni çətin günlər olacaq, xəstəlik günləri olacaq, hamiləlik dönəmi olacaq, uşağın pis vəziyyətləri olacaq, pulun az olduğu məqamı olacaq, fərdi krizislər olacaq və burada həmin o insanların bir-biri ilə uzlaşması çox önəmlidir ki, bir-birini nə qədər anlayırlar və nə qədər dayanıqlıdırlar. Dayanıqlı olmayan insan, dalğalanan insanın münasibətdə dalğalanan olacaq. Çox doğrudur. Çox sağ olun. Narsist şəxslə münasibətdə olan biri hansı emosional zərər görə bilər? Əgər münasibət uzun müddətli davamlıdırsa, yəni və
məsələn nigah səviyyəsindədirsə, narsistin o davranışı qarşı tərəfin sərhədləri, özgüvən və uğuru üzərindən olacaq. Yəni daha çox almaq istəyəcək, daha az verəcək. Amma eyni zamanda da aldığının önəmini azaldacaq, verdiyinin önəmini böyüdəcək. Və eyni zamanda bu tez-tez həmin o günahlandırma tipində də ola bilər. Və bu onu gətirib çıxara bilər ki, həmin o qarşı tərəf özgüvən problemi yaşayacaq. Reallıqdan bir qopma, həmin o gaslighting deyilən hallar yaşayacaq ki, problemi özündə görmə. Və bu davamlı olanda əlbəttə ki, bir müddət sonra həm şəxsiyyət üzərində problemlər yaşayırsan, özgüvən, uğur, şəxsi nailiyyətlərin dəyəri. Digər tərəfdən isə əlbəttə ki, depressiya və bənzər psixi pozuntular yaşama ehtimalı çoxdur. Çünki həyat keyfiyyəti aşağı düşür. Burada önəmli məqam məhz münasibətlərin iki tərəfi yol olması anlayışıdır. Yəni yol iki tərəflidir. Hər iki tərəfin yanlışı var və düzü var. Yəni kimsə kimdənsə yaxşı deyil. Çünki münasibət qarşılıqlı həm də kompromislərdir. Bəzi yerlərdə kişi daha yaxşı bir bəzi məqamlarda ola bilər, bəzi yerlərdə qadın və bu dəyişə də bilər. Yəni insanın fiziki və zehni resurslarına görə. Yəni məsələn kişi evdən çox gec gəlib, qadın gedib alış-veriş də edə bilər, uşağı da bağçaya apara bilər. Eyni zamanda tərsidir. Yəni kişi evdə uşağa da baxa bilər ki, qadın getsin, biraz istirahət etsin, çünki təzə uşaq dünyaya gətirib halı yoxdur. Yəni bunlar hər ikisi də olmalıdır. Amma bir tərəf sürəkli özünü üstün sayırsa, haqlıdırsa, tənqid edirsə, bu müəyyən müddətdən sonra qarşısı alınmırsa, bu problemə çevrədə, çünki belə bir o tənqidin, hətta bunu uşaq tərbiyəsi üzərində demək olar. Yəni sürəkli o eleştirilən, müzakirə olunan, tənqid olunan, müdaxilə olunan uşağın özgüvənlə problemi olacaq. Niyə? Çünki hər zaman səndən narazıdır. Və belə uşaq da bir asılı tip kimi böyüyəcək, hamını xoşbəxt edim özümdən başqa. Eyni münasibətlərdə də, yəni münasibətlərdə də, həyatda da ilk məqsəd özümə rahat olmamdır. Bu o demək deyil ki, mən həmin bunu istəyən insan narsistik problem var. Yox. Çünki özünü rahat, xoşbəxt, öz ehtiyacından anlamayan insan qarşı tərəfin ehtiyacını anlayıb qarşılamayacaq. Narsistdə problem başqadır. O həmin onun o ehtiyacdan qarşılanmazlığı sonu yoxdur və real deyil bu qarşılanma. Yəni bu o qüsursuzluq səviyyəsindədir ki, mən qüsursuzam, məni tənqid etmək olmaz və sosial şəbəkələr üzəri artıq çox bunu görəcəyik. Həm dünya üzərində, həm də Azərbaycan üzərindəki bir sıra dırnaqarası mütəxəssislər var ki, adam hər şeydən danışır, hər şeyi yaxşı bilir və hamıya da bir məsləhət verir. Və bunun əslində hətta o bir zahirindən də bilmək olar, bir Amerikan filmi var, Amerikan psixopatı. Oradakı baş qəhrəmanın bir obrazı var. Hətta yəni o adam köynəyinin bir əziyi belə yoxdur, saçın oturuşu belə. Yəni adam o qədər belə zahirən qüsursuz görsənməyə çalışır ki, amma filmdə göstərir ki, həmin o qüsursuzluğun daxilində bir boşluq var. Yəni kimsə nədəsə ondan biraz belə yaxşıdırsa, yəni maşını biraz bahadırsa, vizit kartı daha qəşəngdirsə, daha böyük bir ad günü məclisi edirsə, köynəyi daha bahadırsa və başlayır boşluq hiss eləməyə. Halbuki da yəni onun da olduğu o geyim kesim uğuru bəs qədər var. Və əslində hətta deyərdim ki, həmin bu o başqalarına müqayisənin bu dərəcədə olması da bir problemdir. Yəni müqayisə özümüzlə olmalıdır və öz ehtiyaclarımızla və öz istəklərimizlə. Başqalarına sürəkli özümüzü müzakirə etmək və ya uşaqlıqdan uşağı başqalarına yetməni, başqalarına müqayisə etmək xalqın uşağı anlayışı da çox ballıqdır, filan elədir. Bu problemdir və bu əslində narsistik özəlliyi olan insanlar xasta, yəni hər zaman bir müqayisədə olmaq. Çünki müqayisə hər zaman nisbidir. Çünki başqa insanların şərtləri başqadır və ehtiyacı başqadır. Mənim ehtiyacım nədir və mənim ehtiyacım da dəyişir. Bəs narsist valideyn övladı ilə necə davranır? Narsist valideyn eyni digər insanlarla davrandığı kimi, üstəlik də sevgisi olmasına baxmayaraq bu sevgi sağlam göstərilməyəcək. Ya bu aşırı əzizlənmə kimi olacaq. Eyni zamanda da
aşırı boşluq kimi. Yəni uşağımı hamıdan yaxşı eləməyə çalışmaq, məsələn 7-8 yaşında uşaq artıq gündə 5 hazırlığa gedir, 3 dil öyrənir, 2 dənə idmana gedir. Yəni adam uşaqlığı yaşamır. Sürekli bir uğur qovuntusunda olacaq ki, yəni nailiyyət qazansın filan olsun. Aynı zamanda uşağı əgər gözləntisini qarşılamayacaqsa valideyn uşağı tənqid edəcək. 5 almadın, 4 aldın, xalan oğlu səndən daha yaxşı oxuyur və cəmaatın uşağı mövzusu. Həmin o cəmaatın uşağı və uşaq əlbəttə ki, bunun üzərində ikili bir durmalıdır. Bir tərəfdən mən hər zaman qüsursuz olmalıyam, uğurlu olmalıyam və eyni zamanda uğursuzluq faciədir. Halbuki da psixi sağlamlıq üçün ən önəmli şey uğursuzluğa dözümlülükdür. Çünki uğursuzluq uğurun bir hissəsidir. Heç kim hər şeyi birinci, ikinci, üçüncü dəfədən yaxşı etmir. Dəfələrlə təkrarlanaraq sən bunu yaxşı edirsən. Narsistik özəlliyi olan valideyn buna imkan verməyəcək. O istəyəcək ki, qüsursuzluq olsun. Və eyni zamanda da uşaq onun ehtiyaclarını ödəməyə xidmət eləsin. Hətta bəzən yenə bu Instagram filan səhifələr, TikTok üzərindən o uşaq səhifələri görürəm ki, uşaq orada, yəni uşaq az qala sosial şəbəkədə yaşayır. Uşağın bütün o həyatı, çünki uşaq açmır o sosial şəbəkədə, valideyn açır. Və uşaq həmin o valideynin o ehtiyacını ödəyir. Oyuncağına bəlli. Doktor, son olaraq da bu sualı vermək istəyirəm ki, narsistik şəxsiyyət pozuntusu olan birini müalicə etmək mümkündürmü? Və əgər yanımızda narsistik biri varsa, biz ona necə kömək eləyə bilərik ki, bu durumu aşsın? Müalicə mümkündür və qeyd etdiyim kimi təəssüf olsun ki, bir sözün birbaşa anlamında müalicə deyil, daha çox dəstək və korreksiyadır. Çünki dərman burada daha çox yanaşı simptomları düzəltmək üçündür. Depressiya, təşviş pozuntusu yoxu. Şəxsiyyət özəlliklərlə məhz psixoterapiya üsulları effektivdir. Kognitiv davranış terapiyasının bir istiqaməti var. Sxemoterapiya burada kömək edir. DBT-nin burada bir effekti var. Dinamik terapiyanın effekti var. Amma narsistik pozuntular adətən müalicəyə az yatqın pozuntular sırasındadır. Çünki zaten də o şəxsi məqamları anlamadıqları üçün dəstək almağı da çox meyilli deyirlər. Bu proses çəkir, bir uzun çəkən prosesdir. Ətrafımızda dəstək olmaq da əslində burada ən çətin nədir? Dəstək olmaq çətin deyil. Dəstəyimin qarşılığı olmasa nə edəcəm sualının cavabı çətindir. Yəni, qarşı tərəf, məsələn, nigahlı kişi və qadın, hansındasa ciddi problem var. Və narsistik üzərindən bundan eyni zamanda partnyor əziyyət çəkir və ya övladlar əziyyət çəkir. Və burada önəmli olan odur ki, qarşı tərəf dəyişmirsə, mən nə edəcəm? Ən böyük problem insanların dəyişən ətrafa köklənməkdir ki, məsələn, müdirim narsistdir, misalın deyək, ya mühitim narsistdir, valideynlərim, övladım, həyat yoldaşım, mən nə edəcəm əgər onlar dəyişmək istəmirlərsə? Çox insan burada ilişib qalırlar ki, onlar dəyişməklə sürekli onların dəyişməsini gözləyirlər, eyni zamanda onların dəyişməməsinə şikayət edirlər və öz cavab addımları isə qalır və bir öyrənilmiş çarəsizlik əmələ gəlir və insan həyatını itirir. Burada önəmli cavab odur ki, sual odur ki, qarşı tərəf və reallığım dəyişmirsə, mən nəyə dəyişəcəm? Məsələn, müdirim dəyişmir, işimi dəyişəcəmmi? Valideynlərim dəyişmir. Hazıramı valideynlərdən ayrı yaşayım və sərhədlərimi qorumaq? O cümlədən də konflikt hesabına, yəni konflikt bu arada faydalı da konfliktlər olur. Yəni əgər sən özünü qorumaq üçün konfliktə girirsənsə, bu faydalı konfliktdir. Yəni əgər sənin haqqına girirlərsə, sərhədləri pozurlarsa, bu konfliktin olması faydalıdır. Yəni sən başqalarının rahatçılığı və ya konfliktdən qaçmaq üçün özündən imtina edirsənsə, bu sənin ziyanvadır. Sərhədləri qorumaq mütləq lazımdır. Digər məsələ isə eyni partnyorla, yəni həyat yoldaşına. Yəni adam əgər problemi görmürsə özündə və sürekli sənə ziyan verirsə, sən hazırsanmı bu münasibəti bitirəsən? Çünki buna hazırlıq olmadığı müddətdə digər məqamlar əslində önəmsizdir. Çünki qarşı tərəf bunu görməyə bilər. Biz görürük ki, bu mənə uyğun deyil və bu mənə tükəndirir.
Hətta deyərdim ki, yəni də bizim bu dixotomik düşüncəni qoysaq ki, yəni pis və yaxşı yox, bu kiminsə pis və yaxşı olmasından da dəlalət etmir. Hətta psixi sağlamlıq ola bilər, yəni pozuntu olmaya da bilər. Mənə uyğun deyil, məni qane etmir və bu davamlıdır, mən tükənirəm. Çünki iş olsun və ya şəxsi münasibətdə olsun, bu uzun müddətli bizimlə olan bir məqamdır da, yəni iş yoldaşları, iş şəraiti, ailə, ev, yəni bu həmişə bizimlədir və əgər orada problem varsa çözülmürsə, sən orada tükənəcəksən, çünki bu səninlə hər gün üzləşdiyin bir haldır. Ona görə də burada önəmli məqam qarşı tərəfin əgər özündə problem görmürsə, cəhd göstərmirsə dəyişməyə, şərtlər dəyişmirsə, mən nə etməyə hazıram ki, bu şərtlər dəyişsin. O cümlədən də imtina etməyə hazırammı? İşimdən, şəhərimdən, valideynlərimdən, həyat yoldaşımdan, yəni məsafəni artırmağa. Çünki ən doğru məqamlardan biri məsafə və pauzadır. Yəni bir şey səni qane etmirsə, məsafəni böyüdəcəksən. Hətta o söz var da, o deyir pis insan yoxdur, məsafənin fərqliyi var. Anladım. Amma baxın, siz dediyiniz situasiya sanki Azərbaycan üçün tam da uyğun deyil. Məsələn, valideynləri narsistdirsə, siz deyirsiniz ki, məsafəni ayırmaq, yəni başqa evə köçmək, atıram. Və bu bizim ölkədə çox zaman mümkün olmur. 18 yaşında biridir, 19 yaşında biridir. Normalda sərbəst biri olmalıdır. Baxın, zaten 18-19 yaşında birisi sərbəst olmalıdırmı? Hə, amma xarici ölkələrdə də Türkiyə olsun, Avropa olsun, Amerika olsun, zaten o yaşlarda çox maddi imkanlar olmaya bilər o ayrı yaşamağa. Burada ondan söhbət gedir ki, bir qərarın qəbulu, ki, məsafəni uzatmalıyam. İkincisi, əlimdə olan imkanların istifadəsi. Yəni orada dostu girdə qalmaq, filan tam universitet oxuyursa universitet yataqxanasına köçmədir. Evdə daha az olmağa çalışmaq və bunun bir problemi necə olur? Tez-tez gördüyüm məqam. Məsələn, yeniyetmə və ya gənc gecələr oyaq qalır ki, ünsiyyəti olmasın ki, öbürlər yatıblar. Yəni daha da böyük problemə çevrilə bilər. Burada yenə məsafəni artırmağa çalışmaq. Əldə olan imkanlarla və hazırlaşmaq ki, dəyişəcəm. Yəni, qərarın qəbuludur. Çünki qərar qəbulu varsa, bu artıq həyatı asanlaşdırır. Çünki sən qəbul edəndə ki, problem məndə deyil, bu həqiqətən də insanı gücləndirən bir faktordur. Yəni, o günahkarlıqdan çıxmadı, mən həmişə pisəm. Okey də, mən pisəm. Pisəm, onda gəlin məsafənin böyüdək. Bu çox önəmli bir üsullardan biridir artıq. Yəni, o səni tənqid edir və filan deyirsən, okey də, mən pisəm, mən çəkirəm kənara. Bu çox işə yarayan bir üsuldur əslində ki, yəni bunun manipulyasiyadan uzaqlaşmaq üçün və əlində olan imkanlardan. Çünki bu olmadığı müddətdə həmin o qərarın ki, mən uzaqlaşmaq istəyirəm, zaten uzaqlaşmaq olmayacaq. Çünki hazır olmalısan ki, buna sən o yolları axtarmağa başlayasan. Çox sağ olun doktor gəldiyiniz üçün, suallarımızı cavablandırdığınız üçün. Əminəm ki, izləyicilərin hər birinə çox kömək olacaq.